Salam əziz şagirdlər. Bugün Dövlət İmtahan Mərkəzinin yeni nəşr etdiyi dim test toplusundan kvadrat kök mövzusuna test izahına baxacağıq. Enerji dərəcədən kök həqiqi üslü qüvvət və onun xassələri. Birinci suala baxaq. Qüvvət üslər eyni olduğuna görə hamısında 5'te 1'dir. Əsası böyük olan ədəd daha böyük sayılacaqdır. C variantı. 1C. İkinci ifadede qüvvəti yüksəltsək, qüvvət üsə vurulmalıdır. 3 üstü kök 3'ü kök 3'e vurmalıyıq. Kök 3'ü kök 3'e vursak kök 6 9, 9'dan çıxacaq 3. 3'ün kubu da verəcək 27. Doğru cevap A variantı. Baxaq 3-cü sualın həllinə. 3-cü dərəcədən 9'u kök altına salsam 9'un kvadratı, çünkü kökün derecesi 2'dir. İçeride de 3 var. Olduğu kimi qalacaq 3. Məxrəcdə 3'ü 3-cü dərəcədən kök altına salsam 3'ün kubu vurulsun 3 olacaq. Buradaki derece 3. Mötərizə üstü 3 bərabərdir. Alttaki kökün derecesi en içerideki kökün derecesi 2'dir. Bir kök altına salmaq istəyirəmsə dereceler birbirine vurmalıyam. 3'ü 2'ye vuranda olacaq 6. 9'un kvadratı 81. 3'e de vursam ne belə saxlayaq. 81 vur 3 kimi saxlayaq. Məxrəcdə də birinci kökün derecesi 2'dir. İçerideki kökün derecesi 3. Eyni kökü altına salıramsa dereceler birbirine vururam. 6. 3'ü 2'ye vursam olacaq 6. Kök altında 3'ün kubu verir. 27 vur 3. Bu cür saxlayaq. Mötərizə üstü 3. Dereceler eyni olduğuna göre bir kök altında 6. dereceden 81 vurulsun 3. Məxrəcdə də 27 vur 3 kimi yazmaq olar. 3'lər ixtisar gedir. 81 ile 27'ni də ixtisar yaparsak 81 27'ye böləndə qalır 3. Bərabərdir 6. dereceden kök altı 3. Kubu. 6 ile 3'te ixtisar geçse kalacak kök altında 3. Doğru cevap D variantı. 4. sual eynidir. 4. sualın da həlini yazaq. Eyni olsa da. Demək ki 4'te 2 vurulsun. 6. dereceden 4'ü kök altında 2'nin yanına salanda 4'ün kvadratı olacaktır. Çünkü derecesi 2'dir. Məxrəcdə 4-cü dərəcədən 8'i kub kök altına salsam olacaq 8'in kubu vurulsun 4. Bərabərdir. 2 vurulsun. Dereceleri bir kök altına kvadrat kökleri eyni kök altına salsam birinci kökün derecesi 6. İçerideki kökün derecesi 2. 6'nı 2'ye vursam burada derece olacak 12. 4'ün kvadratı vur 2. Məxrəcdə də birinci kökün derecesi 3'tür. İçerideki kökün derecesi birinci kökün derecesi 4. İçerideki kökün derecesi 3. Eyni kökü altına salıramsa 4'ü 3'e vururam. Olacak 12. İçeride ise 8'in kubu vur 4'ü de olduğu gibi saxlayaq. Bərabərdir. Surətdə də məxrəcdə də kökün derecesi 12 olduğuna göre bir kökü altından 12. dereceden 16 vur 2. Məxrəcdə isə 8 vur 8 vur 4 kimi yazmaq olar. 16 ilə 8 ixtisar gedir. Surətdə qalır 2. 2 ilə 2'ni vursaq 4. Məxrəcdəki 4'dən ixtisar gedəcək. 2 vurulsun. 12. dereceden surətdə qaldı 1. Məxrəcdə də 8'i 8'e vursam 64. 2 vurulsun. 12. dereceden 64. 2'de 1 üstü 6'dır. 2'de 1 6 dəfə vursaq 64 verer. 12 ile 6'da ixtisar gedir. Qalır 2. Kökün derecesi 2'dirsə yazmırıq. Kvadrat kök altında 2'de 1. 2'ni de içeri salsaq 2'nin kvadratı vur 2'de 1. Kvadratdan 2'de ixtisar gider. Qalar kök altında 2. Doğru cevap C variantı. 5. sualın izahına baxaq. İfadesi əsası A olan qüvvət şəklində göstərin. Kök altında mən A'nı kub kök altına salsaq olacaq A'nın kubu vurulsun A. Vurulsun 6. dereceden A. Bərabərdir.
Bir kökü altına salırıqsa dərəcələri vurmalıyıq. 2 ilə 3'ü vursaq 6. 6-cı dərəcədən A kubu ilə A-nı vuranda A üstü 4. Vurulsun. A-nı da eyni kökü altına salaq. Çünki hər ikisinin dərəcəsi 6'dırsa eyni kökü altına yaza bilərik. 6-cı dərəcədən A üstü 4'ü A-ya vurursaq A üstü 5. Bunu da əsas A olan qüvvət şəklində göstəriblər. A üstü dərəcəni məxrəcdə yazırıq. Qüvvət üstünü surətdə. A üstü 6'da 5. Doğru cevap C variantı 5-ci də. 6-cı sual eynidir. 7-ci sualın həllinə baxaq. Əgər kökün dərəcəsi təkdirsə, ixtisar gedir, qalacaq -3, -5. Üstəgə köklə kvadrat ixtisar gedir, qalır -8. Çünki cüt qüvvətdir. Vurulsun. Əsaslar eynidirsə qüvvət üstləri toplanılır. 4 üstəgəl -4'də 9 bərabərdir. -5 ilə 8'in cəmi verəcək -3. Vurulsun. Kök altında 3 üstü 4'də 1 ilə -4'də 9'un cəmi -4'də 8. 8'də 4'ə bölsək olacaq -2. 3'ü də kök altına salsam 3'ün kvadratı vurulsun. 3 üstü -2. Əsaslar eynidirsə qüvvət üstlər toplanır. 3 üstü -2 ilə 2'nin cəmi olacaq 3 üstü 0. 3 üstü 0 da 1 deməkdir. 1'dən də kök çıxacaq 1. Doğru cevap B variantı. 8-ci sual da eynidir. Yenə baxaq həllinə. Köklə kvadrat ixtisar gedir. Cüt qüvvət olduğuna görə -5. Kublar ixtisar gedir -3. Vurulsun. Kök altında 2 üstü 3'də 1 ilə 2 üstü -3'də 1 əsaslar eyni olduğuna görə qüvvət üstləri toplanılır. 3'də 1 ilə -3'də 7'nin cəmi olacaqdır. -3'də 6. 2 üstü -3'də 6 bərabərdir. 5 ilə -3'ün cəmi verəcək -2. Beşlə -3'ün cəmi -2 vurulsun. Kök altında 2 üstü -2. 6'nı -3'e bölsək -2. 2'ni də kök altına salsam bərabərdir. 2'nin kvadratı vurulsun. 2 üstü -2. Əsaslar eynidirsə qüvvət üstləri toplanılır. 2 ilə -2'nin cəmi 2 üstü 0. 2 üstü 0 1'dir. 1'dən də kök çıxacaq 1. Doğru cevap D variantı 8'də. 9-cu suala baxaq. İfadəsinin qiymətini hesablayın. 6 üstü 2'də 1 olduğu kimi saxlayaq 9'dan. 4'ün kubu 4 üstü -1. Əsaslar eyni olduğuna görə qüvvət üstlərini toplayaq. 4'də 3 ilə -4'də 1'in cəmi yazaq üstünə 4 üstü 4'də 3 üstə gəl -4'də 1 işarənin əksini dəyişirik çıxılsın 4'də 1. 6 üstü 2'də 1 olduğu kimi qalır vurulsun 4 üstü 4'də 3'dən 4'də 1 də çıxsam 4'də 2 ixtisar da gedər qalar 2'də 1. 6 və 4'ün qüvvət üstü 2'də 1 olduğuna görə 6 vurulsun 4 mötərizi üstü 2'də 1 yaza bilərik. 24 üstü 2'də 1. 2'də 1 də kök 6 deməkdir. Kök altında 24. 24'dən də kök çıxarıblar 4 vur 6 kimi yazsaq 4'dən çıxacaq 2. Kök altında 6 olduğu kimi qalacaq. C variantı 2 kök 6. 10-cu sualın həllinə baxaq. İfadəsinin qiymətini hesablayın. Qüvvət üstü şəklində göstərək. Burada y üstü 0 1'ə bərabərdir. Bunu silək. Dərəcələri eyniləşdirib bir kök altına da sala bilərik. Yaxud da eyni əsaslı qüvvətlərin hasili kimi də göstərə bilərik. 3 üstü dərəcə 3 olduğuna görə yazırıq. 3 üstü 3'də 1. Vurulsun 9'u 3'ün kvadratı kimi yazıb. Üstü 12'də 7 kimi yazarıq. Qüvvət üstlərdə vurulmalıdır. 12'də 7. Məxrəcdə də 3 üstü 2'də 1. Çünki kök altın dərəcəsi 2'dir.
Bərabərdir. Burada 2 ilə 12 ixtisara gedir, qalır 6. Surətdə 3 üstü 3-də 1 vurulsun 3 üstü 6-da 7. Məxrəcdə 3 üstü 2-də 1. Əsaslar eyni olan zaman qüvvət, demək əsaslar eynidirsə, vurmadırsa qüvvət üstləri toplanılır. Əsaslar eynidirsə, bölmədirsə qüvvət üstlər çıxılır. Bərabərdir 3 üstü 3-də 1 ilə 6-da 7-ni toplayırıq. Çıxılsın məxrəcdə olan 2-də 1-i çıxmalıyam, çünki bölmədir. Hamısını məxrəci eyniləşdirək, 6-ya gətirək. Birinci kəsri 2-yə vururam, sonuncu kəsri 3-ə. 3 üstü 6-da 2 üstə gəl 6-da 7 çıxılsın 6-da 3. 3 üstü 6-da 2 ilə 6-da 7-nin cəm 6-da 9, 6-da 9-dan da 6-da 3 çıxsaq 6-da 6. 6-da 6-da verəcək 1-i. 3 üstü 1 elə 3-ə bərabərdir. Doğru cavab A variantı. 11-ci tapşırıq eynidir. Baxaq 12-ci tapşırığa. A kiçikdir 0, yəni A'nın aldığı qiymət mənfidir. Ayrı-ayrı dərəcələrdə yazaq. 243, 81 vurulsun 3 deməkdir. 4-cü dərəcədən A üstü 6-nı A üstü 4 vur A kvadratı kimi yazaq. Çünki 4-cü dərəcədən kök çıxsın. Vurulsun. 4-cü dərəcədən B üstü 5-i B üstü 4 vur 5 B kimi yazaq. Bərabərdir. 81 3 üstü 4'dür. 81'in yerini 3 üstü 4 yazaq. 3 üstü 4. 3 üstü 4'ten 4. dereceden kök çıxacaq 3. Burada 3 qalacaqdır. A üstü 4'ten kök çıxacaq A. 4'lər ixtisar gedir. A kvadratı qalacaqdır. B üstü 4'ten kök çıxacaq B. Burada B qalacaqdır. Qalanları yazaq. Deməli 4. dereceden qaldı 3. A kvadratı B. Bərabərdir. Burada bitdi. Deməli A'nın da işarəsi A kiçikdir, mənfi olduğuna görə kök altından A müsbət çıxa bilməz. A mənfi çıxa bilməz. A'nın aldığı qiymət burada mənfidir. Ona görə kökün qabağına bir mənfi işarəsini qoymalıyam. Mənfi 3AB 4. dereceden 3A kvadratı B. Y variantı. 13. sual eyni. Baxaq 14. suala. Vurğu kök işarəsi altına salın. 2'ni kökü altına salıramsa 4. dereceden olacaq. 2 üstü 4 vur A üstü 4 vur B. A'nın işarəsi mənfi olduğuna görə A'nı kökü altına salarsak A üstü 4 olacaq. Amma A özü mənfi olduğuna görə kökün qabağında mənfini saxlayırıq. Bərabərdir. Mənfi 4. dereceden 2 üstü 4 16 A üstü 4 B. 16 A üstü 4 B. Doğru cevap C variantı. Baxaq 15. sualın həllinə. Düzgün olmayan kəsrə çevirək. 2 vurulsun. 3. dereceden mənfi 8 məxrəc olduğu kimi qalır. 8'i 3'e vururuq 24. Üzərini 3 də gəlsək olacaq 27. 8'li 27. Üstə gəl 3 vurulsun. 4. dereceden üstə gəl 3 vurulsun. 4. dereceden 81'də 1. Bərabərdir. 2 vurulsun. Tək dərəcə olduğuna görə mənfi çıxa bilər. 8 2'nin kubudur. 8'dən çıxacaqdır 2. 27'den çıxacaq 3. 2'də mənfi 3. Üstə gəl 3 vurulsun. 81'də 1 də 81 3 üstü 4 deməkdir. 81'dən çıxacaq 3'də 1. 81'də 1'dən də çıxır 3'də 1. Çünki 3'də 1'i 4 dəfə vursaq 81 verər. 4. dereceden 81'də 1'dən də 3'də 1 çıxacaq. 2'lər ixtisar gedər, 3'lər ixtisar gedər, qaldı mənfi 3, üstə gəl 1. Mənfi 3 ilə 1'in cəmi də verir mənfi 2'ni. Doğru cavab 15. 15'də Y variantı.
16. sual eynidir. Baxaq 17'ye. Hansı beraberlik doğrudur? Burada 4 ile 2 ixtisar gider, qalar kök altında kök 5 üstə gəl 2. Bu doğru değil. İkinci kök 3'ler ixtisar gelir, qalır 2 çıxılsın kök 5. Bu doğrudur. 32 mənfi 2 üstü 5'tir. 5'ler ixtisar gelir, qalır mənfi 2. 3 de doğrudur. 2, 3 doğru cevap Y. 18'e baxaq. 4-cü dərəcədən 9'un yerini yazıram. 3'ün kvadratı. 4 ile 2 ixtisar gedir, qalır kök altında 3. Deməli 1 yanlışdır. 2'de 5 ixtisar gedir, qalır 2 çıx kök 5. Bu doğrudur. 6 ile 3 ixtisar gedir, qalır 2. Yani kök altında 7 üstə gəl kök 5. 3 de yanlışdır. Deməli yalnız hansı oldu? Yalnız 2. Yalnız 2 doğrudur. C variantı. 19. sualın izahına baxaq. Deməli əsas 5'dir. Qüvvəti yüksəldiriksə qüvvət üstlər vurulmalıdır. Kök 5 üstə gəl kök 3 vurulur kök 5 çıx kök 6 3. İki eyni ədədin həm cəmi həm fərqi verilibdirsə müxtəsər vurma düsturunu tətbiq eləmək olar. Birinci ifadənin kvadratı çıxılsın ikinci ifadənin kvadratı. Burada köklə kvadratlar ixtisar gedir, qalır 5 üstü 5 çıx 3. 5'ten 3 çıxsa 5'in kvadratı cevap olacaq 25. Surətdə kök 3 çıxılsın 5'tir. Burada kök 5 çıx 3 yox. Kök 3 çıx 5 onda mənfi olacaqdır. Kök altında 3 çıxılsın kök altında 5. Bərabərdir 5 üstü kök 3'ün kvadratı çıxılsın kök 5'in kvadratı. Bərabərdir 5 üstü köklə kvadrat ixtisar getdi, qaldı 3. Burada da köklə kvadrat ixtisar gedir, qalır 5. 5 üstü 3'dən 5 çıxsa mənfi 2. Ədəd üstü mənfi onun 1'ə bölünməsidir. 5'in kvadratı. 5'in kvadratı da 1 bölü 25'tir. Doğru cevap Y variantı. 20. sual eynidir. Baxaq 21. suala. 21. sualda 2 vurulsun. Kök altında 2. Məxrəcdə də kök altı 0,5. Kökün altındaki dereceler eyni olduğuna göre bu iki ifadenin eyni kök altında salıb yazmaq olar. Kök altında 2 bölü 0,5. 2 vurulsun. Vergülü silsək. Bura 1 0 əlavə edirik. 20'ni 5'e bölsək 4. Kök altında 4. Kök altı 4'ten de çıkacak 2. 2 vur 2. 2 vur 2 4'tür. 4'ten de kök çıxır 2. Doğru cevap Y. 22. sualda baxaq. Eyni sualdır. Demek dereceler eyni olduğuna göre bu iki ifadeni bir kök altına salıb yazmaq olar. 5 vurulsun. Kök altında 5 bölü 0 onda 2. Məxrəcdə vergülden sonra bir rəqəm olduğuna göre 10'a vururuq. Burada vergül silinir. 5'i de 10'a vuranda olur 50. 5 vurulsun. Kök altında 50'ni 2'ye bölsem 25. 25'ten kök çıkar 5. İkinci dereceden kök altında 2 tane 5'ten de çıkacak. 1 tane 5. Ya da 5 vur 5'i 25. 25'ten çıkır 5. Doğru cevap B variantı. Baxaq 23. suala. 23. sualda əsaslar eynidirsə qüvvət üstləri toplanılır, vurmadırsa bölme olanda qüvvət üstlər çıxılır. Mənfi 7 üstü 3 n üstə gəl 2 üstə gəl 2 n üstə gəl 1. Məxrəcdə də mənfi 7 üstü qüvvət üstləri toplayaq. 1 çıx n üstə gəl 6 n. Bərabərdir. Mənfi 7 üstü 1 çıx mənfi n ilə 6 n'in cəmi olacaq. Mənfi 5 n. 5 n düşür. Surətdə mənfi 7 üstü 3 n ilə 2 n'in cəmi 5 n. 2 ilə 1'in cəmi 3. Əsaslar eynidirsə, bölmədirsə qüvvət üstləri çıxmalıyıq. 5 n üstə gəl 3'dən çıxmalıyam. 1 çıx mənfi 5'i 1 müsbətdir. Çıxma olduğuna göre çıxırıq. 5 n mənfidir. Mötərizə qabağı da mənfi olduğuna göre olacaq. Üstə gəl 5 n. O da bərabərdir. Mənfi n. Burada mənfi n üstə gəl 5 bura müsbət olacaq. Müsbət 5 n
Çünki mənfi n-lə müsbət 6-nın cəmi müsbət 5-dir. Deməli, bura olur müsbət. İndi surətlər çıxılırsa, qüvvət üstləri çıxılırsa 5n üstə gəl 3, çıxılsın 1, çıxılsın 5n. 5n'lər islah gedir, qalır mənfi 7'nin kubu. Mənfi 7'nin də kubu olacaq. 3'dən 1 çıxsaq 2 qalır. Mənfi 7'nin də kvadratı müsbət 49. Doğru cavab B variantı. Bərabərliklərdən hansı doğru deyil? M, n müsbət ədədlərdir. M qüvvət üstü, n məxrəc, bu düzdür. Birincisi düz. İkincisi C variantı da düzdür. Çünki dərəcələr eynidirsə, m dərəcəsi ayrı-ayrı m kökü altında sala bilərik. C də doğru. Y variantı səhvdir. Çünki eyni kökü altına salırıqsa burada m'lə n'i vurmalıyam ama toplayıblar. Səhv olan budur. B variantında ayrı-ayrı köklərə sala bilərik. Eminci dərəcədən kök A vur, eminci dərəcədən kök B. Bu da doğrudur. D variantı da doğrudur. Yanlış olan Y'dir. Çünki orada M vurulsun N olmalıydı. A müsbət, B müsbətdirsə bərabərliklərdən hansı doğru deyil? A doğru deyil. Ayrı-ayrı köklərə salıb çıxa bilmərik. Eyni kökü altında A'dan B'ni çıxmalıyım. Daha sonra kök çıxarmalıyım. Ama burada yanlış veriblər. C doğrudur. N'lər ixtisar gedir, qalır A. Y də doğrudur. N düşür məxrəcdə. M olur qüvvət üstü. B variantında n'lər ixtisar gedir, A üstə gəl B qalır, düzdür. D-də də n'lər ixtisar gedir, qalır A. 26. İfadelərdən hansının qiyməti ən kiçikdir? Birincisi x kubu. İkincisini yazaq. Qüvvət üstü şəklində göstərsəm x üstü 2'də 1. Üçüncüsü x üstü 1'dir. Dördüncüsü x üstü 5'də 1. X üstü 3'də 1. X'in aldığı o qiymət 0 və 1 arasındadır. 0 və 1 arasındadırsa ən kiçik olan olacaq D variantı. 5. dərəcədən kök altında x. Baxaq 27. sualına. 27. sualın izahına. İfadesini sadələşdirin. Eyni kök altına salsaq. Ya qüvvət üstü şəklində göstərsək. Deməli 5-ci dərəcədən kök altında A kvadratın yerinə A üstü 5'də 2 yazaq. Vurulsun. İkinci demək ki kök altında A'nın yerini isə A üstü A'nın dərəcəsi 2'dir. Həm də 5'in 2 dənə kökün altında olduğuna görə bir kök altına salırıqsa 5'dən 2'ni vurmalıyam. Olacaq 10. Demək A üstü 10'da 1. Məxrəcdə A üstü mənfi 1/10'da 5 bərabərdir. Vurumu olduğuna görə qüvvət üstləri surətdə toplayıram. 5'də 2'ni 0/10'da 4 kimi də yazmaq olar. 0/10'da 2 üstə gəl 0/10'da 1. Çıxılsın mənfi 1/10'da 5. 2 mənfi yanaşı gəldiyinə görə bunu toplamaya çevirək. Üstə gəl 1/10'da 5. Bərabərdir. A üstü 0/10'da 4 ilə 0/10'da 1 olacaq. 0/10'da 5. 1/10'da 5'dən 0/10'da 5'in cəmi də olur 2. A'nın kvadratı doğru cavab D variantı. 28. sual eynidir. Baxaq 29. sualın izahına. 29'da 4. dərəcədən 4'ün yerinə yazıram 2'nin kvadratı. Üstə gəl 6. dərəcədən 8'in yerini yazıram 2'nin kubu. Çıxılsın 8. dərəcədən 16'nın yerini yazıram 2 üstü 4. Burada 4 ilə 2 ixtisar gedir, qalır kök altında 2. 6 ilə 3 də ixtisar gedir, qalır 2. Yine kök altında 2. Çıxılsın 4 ilə 8 ixtisar gedir, qalır 2. Kök 2'lər islah olunur, 0 olur, bərabər qalır kök altı 2. Doğru cavab D variantı. 30. sual eynidir. Baxaq 31'ə. Hansı ifadənin mənası yoxdur? Tək dərəcələrə baxmırıq, çünki həmişə bunların mənası var. B ilə Y-yə baxaq.
Mənfi 3'ün kvadratı olacak. Bu müsbət 9'a çevrilecek. Müsbət kök 6 müsbət olabilir mənası var. Ama B variantında mənfi 3'ün kubu olacak. Bura mənfi 27. Kök 6 da mənfi olabilmez. B'nin mənası yoktur. 32. suala baxaq. İfadəsinin qiymətini hesablayın. 32. 4 tam 10'da 9 vurulsun. Mənfi A üstü mənfi 9 olduğuna göre ya da hele ki belə saxlayaq. Çünki əsasları eyniləşdirək daha sonra hesablayarıq. Mənfi 9 vur B üstü 11. İfadeleri ayrı-ayrı kvadrata yüksəldirəm. 49'da 10'un kvadratı köklə kvadrat ixtisara gidir. Qalır vurulsun. 49'da 10 vurulsun. A üstü 4'ün kvadratı da olacak. 4'ü 2'ye vururuq. A üstü 8. Qüvvəti yüksəldiriksə qüvvət üstləri vurmalıyıq. Vurulsun. B üstü mənfi 5'in de kvadratı olacak. Mənfi 5'i 2'ye vursam B üstü mənfi 10. Bu 4 tam 10'da 9'u 10'da 49 kimi yazabilirik. Qabaqdakı 4 tam 10'da 9'un yerine 10'da 49 yazıram. 49'lar ixtisar gedir. Onlar da ixtisar gedir. Qaldı. Mənfi A üstü mənfi 9. B üstü 11. A üstü 8. B üstü mənfi 10. Mənfi A'nı ona göre mütəd daxilində yazmadım ki, qüvvət üstü onsuz tək ədəddir. 9'dur. 9'dursa mənfi olduğu kimi qalacaqdır. Əsaslar eynidirsə qüvvət üstlərini toplamalıyıq. Mənfi 9 ilə A üstü mənfi 9 ilə A üstü 8 verəcəkdir. Və bu ikisini bir hesablayırıq. B'lerde bir hesablayacağıq. Bərabərdir mənfi A üstü mənfi 9 üstə gəl 8. Üstə gəl. Vurulsun. B üstü 11 üstə gəl mənfi 19. B üstü mənfi 19. Mənfi 10 olur burada. 5'i 2'ye vursam 10. Buru 10 olur. 19 yok. 10. Beraberdir. Mənfi 9'dan 8'in cemi olacak. A üstü mənfi 1. B üstü 11 ilə mənfi 10'un cemi müsbət 1. A da üstü mənfi olduğuna göre 1'e bölürük. 1 böl A vur B. 1'i B'ye vursam B böl A. Doğru cevap A variantı. 33. sual eynidir. Baxaq 34. suala. Ədəd üstü 0 1'e bərabərdir. Yerine yazaq 1. 34'te. 17'nin kvadrat üstü 0'dırsa deməli ədəd üstü 0 1'dir. Yerine yazırıq 1. Onu hesablamırıq heç. 1 çıxılsın. 2 üstü mənfi 2. Belə olduğu kimi saxlayaq. 2 üstü mənfi 2 vurulsun. 64'ün yerini yazıram. 2 üstü 6 vurulsun. 3'te 2. Çıxılsın. 8'in yerini yazıram. 2'nin kubu vurulsun. 1 tam 3'te 1'in yerine de 3'te 4 yazaq. Düzgün olmayan kəsir şəklinə çevirib mənfini də qabaqda yazaq. Vurulsun. 32'nin yerine yazıram. 2 üstü 5. Üste gəl 0 tam 1000'de 1'in yerine yazıram. 10 üstü mənfi 3. Vurulsun. Mənfi 3'te 1'de var. Beraberdir. 1 çıxılsın. 2 üstü mənfi 2. 6 ilə 3 ixtisara gidir. Qalır 2. 2'ni de 2'ye vursam 2 üstü 4 çıxılsın. 3'ler ixtisara gidir. Qalır 2 üstü mənfi 4. Vur 2 üstü 5. Üste gəl. 3'ler ixtisara gidir. 10 üstü müsbət 1. Çünki mənfini mənfiyə vursaq müsbət olar. Əsaslar eynidirsə qüvvət üstlər toplanır. 2 üstü mənfi 2 ilə 4'ü toplasam müsbət 2 çıxılsın. 2 üstü mənfi 4 ilə 5'i toplasam müsbət 1 üstə gəl 10. Bərabərdir. 1 çıxılsın. 2'nin kvadratı 4. 2'ni bir dəfə vursam 2 üstə gəl 10. 1'dən 2 çıxsa mənfi 3. Mənfi 3 çıx 2 mənfi 5. Mənfi 5 ilə onun cəmi də olacaq müsbət 5.
Doğru cevap B variantı. 35. misal eynidir. Baxaq 36-ya. İfadesinin en büyük qiymətini tapın. A'nın aldığı, burada X'in aldığı qiymət onda 1 kimi götürə bilərik. Onda 1'in kubu olacaq. Mində 1. Bu olacak kök altında onda 1. C onda 1'dir. Onda 1'in kvadratı olacak. %1. 3. dereceden onda 1. En büyüğü 0 tam onda 1'dir. Çünkü diğer ədədlərdə daha kiçik olur. A variantı 0 tam mində 1. C, D olur 0 tam %1. Kökte çıkarsaq daha da kiçik ədəd çıxacaqdır. Ona göre en büyüğü ilə X'in özü onda 1 olacaqdır. En büyük ədədi göstərin. Əsaslar eynidir. 0 tam onda 6'da hamısında. 0 tam onda 6'dırsa qüvvət üstü kiçik olan daha büyük olacaktır. Qüvvət üstü kiçik olan 3'te 1'dir. Y variantı. 4'te 1, 6'da 1, 5'te 1, 7'de 1, 3'te 1'i müqayisə eləsək 3'te 1 daha böyükdür. 3'te 1 demək 3'te 1 kəsrik kiçikdir. Ama cevap daha büyük olacaktır. Büyük olan bəli 3'te 1'dir. 4 deməli qüvvət üstlərini müqayisə edildikdə 4'te 1, 6'da 1, 5'te 1, 7'de 1, 3'te 1, 3'te 1 daha büyük olduğuna göre Y variantı daha büyük olacak. 38. suala baxaq. Burada da yine eyni A beraberdir. Kök altında 2'de 1. B beraberdir. 3. dereceden 3'te 1. C beraberdir. 2'de 1 ile 3'te 1. Deməli 2. dereceden 2'de 1 vurulsun. 3. dereceden 3'te 1. Hamısının derecesini eyniləşdirək. 6'ya getirək. Bunu 3'e vurmalıyam. Olacaq 6. dereceden 2'de 1'in kubu 8'de 1. B'ni 2'ye vurmalıyam. Derecesini 6'ya getirmek için 6. dereceden 9'da 1. Burada bunu 3'e vursak 6. dereceden 8'de 1 vurulsun. Diğerini de 2'ye vursak olacak 9'da 1. Dereceler eynidir. İçerideki büyük olan kesir daha büyüktür. Esası büyük olan daha büyüktür. Ve 8'de 1 en büyüğü olur. Sonra 9'da 1'dir. Məxrəc kiçildikçe kesir büyüyor. En küçüğü ise C'dir. A, B, C ədədləri azalan sırayla düzün. A, B, C. B variantı doğru cevap. 39 eynidir. 40. suala baxaq. Da A mənfi ədəddir. Tek derece olanda mənfinin hiçbir önemi yoktur. Modul kök altında mənfi çıxa bilər. Ama cüt derece olanda mütləq müsbət çıxmalıdır. Burada 5. dereceler ixtisar gedir, qalır 5. 6'lar ixtisar gedir, A qalır. Köklə kvadrat da ixtisar gedir, qalır A. 2 vurulsun. Cüt derece olduğuna göre bunu modul A'da çıxaraq. Üstə gəl tek derece olduğuna göre olduğu kimi çıxılsın. Köklə kvadrat da ixtisar gedir. Cüt olduğuna göre bunu da modulda çıxaraq beraberdir. A kiçikdir 0 olduğuna göre mənfi çıxa bilməz moduldan. Yazırıq mənfi A üstə gəl A çıxılsın. A'nı da müsbət kimi mənfi qoyaq qabağına ki müsbət olsun. Mənfi 2A üstə gəl A üstə gəl A. Mənfi 2A ile A'nı toplasam mənfi A, mənfi A ile A'nın cəmli olacaq 0. 40'da doğru cevap Y variantı. 41'e de baxaq, eyni sualdır. 41'de yine A mənfidir. A müsbət olsaydı olduğu kimi çıxasıydı. Burada 8'lər, 7'lər köklə də kvadrat ixtisar gedir, qalır 2 vurulsun modulda A. Çünki cüt derecede mənfi çıxa bilməz. Üstə gəl tek derece olduğuna göre olduğu kimi çıxır. Çıxılsın A kvadratı da cüt olduğuna göre modulda çıxartıram. Bu da modul.
bərabərdir. Modulda mənfi çıxmasın deyə qabağını yazırıq. Mənfi 2a üstəgəl a üstəgəl a. Bunun da cəmi yeni olacaq 0 B variantı. Ədədlərini müqayisə edin. Dərəcələrini eyniləşdirək. Dərəcələr eyni olsa kök altı ifadələri müqayisə edə bilərik. Hamısının dərəcəsini 12'ye getirək. A bərabərdir. 3'ü vururuq 4'e. 4 üstüdə 4 yazırıq. Olacaq 12. dərəcədən 4'ü 4 dəfə vursaq 256. B bərabərdir. 4. dərəcədən 6. Bunu da vuraq 3'e. Olacaq 12. 6'nın da kubu 216. Sonra C bərabərdir. Dərəcə eynidir. Olduğu kimi qalır 280. Ədədlərini müqayisə edin. Dərəcələr eyni olduğuna göre kök altı büyük olan büyüktür. En küçüğü B'dir 216'dır. Sonra 256 A'dır. En büyüğü 280'dir. C'dir. B, A, C. 42'de olacak. B, A, C. Doğru cevap D variantı. 43 eyni. 44. sualın izahına bakalım. A mənfidir. Deməli A mənfidirsə burada A'ları mənfi çıxarmalıyıq cüt dərəcədən. Köklər, kvadratlar, kublar hamısı ixtisara gedir. Amma cüt qüvvət olanları mütləq mənfi ilə çıxarmalıyıq ki, cüt dərəcədən kök altı mənfi ola bilməz. Olacaq mənfi A çıx A. A üstü 4 4'lər ixtisara gedir. Yine mənfi A yazmalıyıq. Çıx A üstü 5 çıx A və s. 100'e gedər. 100'de de burada ixtisara gedir. Müsbət A çıxa bilməz. A mənfi olduğuna göre qabağını da mənfi yazırıq. Mənfi A. Bərabərdir. Burada 1 yoxdur. A kvadratından A üstü 100'e gedər. Mənfi 99 tane A olacaq. Çünkü A üstü 1 olsaydı 100 tane olardı. Mənfi 99 A. D variantı. A hansı intervala daxildir? 45. sual. Hamısının dərəcəsini eyniləşdirək. 6'ya getirək. Birinci, 3. dərəcədən kök altında 2. 2'ye vuraq dərəcəsi 6 olsun. Burada olacaq 2'nin kvadratı. 2'nin kvadratı yerine de yazaq 4. Kiçikdir. 6. dərəcədən A kiçikdir. Kök altında 3'ü de 3'e vuraq derece olsun 6. 2'ni 3'e vuranda bura 6. 3'ün de kubu olacak 27. A'nın aldığı qiymət hansı intervala daxildir? 4. deməli 6. dərəcədən 4. Bir də 6. dərəcədən 27. 46. sualın izahına baxaq. 46'da A çıxılsın 2 böyük bərabərdir 0 olmalıdır. Əsas burada 0'a bərabər və ya 0'dan böyük olmalıdır. A böyükdür bərabərdir 2. İkinci ifadədə isə 7 çıxılsın A üstü mənfi olduğuna görə ədəd üstü mənfi onun 1'e bölünməsi deməkdir. 1 bölünsün 7 çıx A. Üstü 3'də 1'dir. 3. dərəcədən kök altına deməkdir. Məxrəc 0 ola bilməz. Ona görə 7 çıxılsın A böyükdür bərabərdir 0 yox. Böyükdür 0 götürürük. A da kiçik olacaq 7'dən. A'nın aldığı qiymətlər 7'dən kiçik. 1, 2, 3, 4, 5, 4, 5, 6. Ama birinci bərabərsizliyə görə A 2'ye bərabər 2'den böyük olmalıydı. Ona görə 1'i silirik. Qalan qiymətləri götürürük. 2, 3, 4, 5, 6. Tam qiymətlərin cəmi də bu ədədlərin cəmi də olacaq 2 ilə 3. Üstəgəl 4, üstəgəl 5. Üstəgəl 6. 6 ilə 4, 10. 2 ilə 3, 5. 5 ilə 5, 10. Cəm olacaq 20 D variantı. Baxaq 47. sualın izahına. 47'də ən birinci içəridəki kökə baxaq. 7 üstəgəl 4 kök 3. Digər ifadələr olduğu kimi saxlayaq. 2 vurulsun. 7 üstəgəl 4 kök 3'ü 2 ifadənin cəminin kvadratı şəklində göstərək ki, burada köklə kvadrat ixtisara geçsin. 2 ifadənin cəmini də tapmaq üçün 7 üstəgəl
4 kök 3'ü ayrıca yazaq. Burada a üstəgəl b'nin cəmi verir 7'ni. 2ab isə 2 mislisi isə a kvadrat üstəgəl b kvadratın cəmi 7'dir. 2ab isə 4 kök 3'dür. Buradan hər tərəfi 2'yə də bölsək ab hasili kök altında 2 kök altında 3'e bərabərdir. A kvadratı ilə b kvadratını toplasaq 7, a'nı b'yə vursaq 2 kök 3 həmin ədədlər də ola bilər. 2 ilə kök 3. 2'ni kök 3'e vuranda kök 3. Bunların kvadratları cəmidir. 2'nin kvadratı 4, kök 3'ün kvadratı 3. Toplayanda 7'ni verir. Deməli buradan a və b'ni tapdıq. Biri oldu 2, digər ifadə isə kök 3. Deməli 2 üstəgəl kök 3'ün mötərizə kvadratı yazaram. Burada köklə kvadrat ixtisar gedəcək. Qalanı oldu o kimi yazım. Üstəgəl 7 çıxılsın kök altında 3. Köklə kvadrat ixtisar gedir. 2 vurulsun 2 üstəgəl kök 3. Yenə mötərizə daxilində nə vursam 2'ni. 4 üstəgəl 2 kök altında 3. Üstəgəl 7 çıx kök altında 3. 4 üstəgəl 2 kök 3'ü də yeni a üstəgəl b'nin kvadratı kimi yazıram. Deməli ədədin kvadratları cəmi 4'dür. 2 mislisi isə 2 kök 3'dür. Burada 2'lər ixtisar gedir. A, b də olur kök 3. Vursaq kök 3, kvadratlarını toplayanda 4 verən ədədlər kök 3 ilə 1 elə. Kök 3'ü 1'ə vuranda kök 3, kök 3'ün kvadratı ilə 1'in kvadratını toplayanda verir 4'ü. Demək ki, ədədləri tapandan sonra bunu silək. Bərabərdir. Kök 3 üstəgəl 1'in kvadratı. Üstəgəl 7 çıxılsın kök 3. Köklə kvadrat ixtisar gedir. Qalır kök 3 üstəgəl 1 üstəgəl 7 çıxılsın kök 3. Kök 3'lər biri mənfi, biri müsbət. Burada 7 kök altında deyil. Bunu sileyim. Üstəgəl 7 kök 3 biri müsbət, biri mənfi 0 olur. 1 ilə 7'nin cəmli olacaq 8. 48-ci sualın izahına baxaq. 48-ci sualda hər tərəfi kuba da yüksəldə bilərik. Belə üstü 3'də 1 yazaq. Çünki kuba yüksəltmişiksə üstü 3'də 1 yazmalıyam ki 3 ilə 3'də 1'in hasili 1 versin. Yaxud da bunu belə hesablayaq. 3-cü dərəcədən bunu silək. Bu cür hər uzun olar. Surəti də məxrəci də 8'ə vuraq. 8'i 2'yə vursam 16. 8'i kök 5'ə vursam 8 kök 5. Məxrəcli isə 8. Üstəgəl ikinci ifadənin də surət və məxrəcini 8'ə vuraq. Çıx 8 kök 5. Məxrəci də 8'ə vurmuşuqsa 8 yazaq. Bərabərdir. Surətdə 16 üstəgəl 8 2'nin kubudur. 8'i 1'ə yazaq. 16 üstəgəl 8 kök 5'in yerinə kök 5 üstəgəl 1'in mötərizə kubu kimi yazsaq. Baxaq kubu kimi açanda bu ifadənin açılışını verirmi? Kök 5'in kubu 5 kök altında 5. Çünki 5'in kubu 125'dir. 125'ten də kök çıxacaq. 25 vur 5 kimi yazsam. 25 vur 5 kimi yazsam 5 kök altı 5. Üstəgəl 3 vurulsun birinci ifadənin kvadratı. Kök 5'in kvadratı 5 vur ikinci ifadə. Üstəgəl 3 vurulsun birinci ifadə vur ikinci ifadənin kvadratı ilə 1. Üstəgəl 1'in kubu 1. 3 vur 5 15. Bir də əlavə eləsəm 16. Üstəgəl 5 kök 5 ilə 3 kök 5 olur 8 kök 5. Yəni bu ifadəni verirsə 16 üstəgəl 8 kök 5'i verdiyinə görə 16 üstəgəl 8 kök 5'in yerinə yazaq kök 5 üstəgəl 1'in mötərizə kubu. Üstəgəl ikinci ifadədə yeni eyni qayda ilə kök 5 çıxılsın 1'in mötərizə kubu yazın. Məxrəcdə 8'i 2'nin kubu kimi çıxardım. Surətdə kök 5 üstəgəl 1'in kubundan çıxacaq. Kök 5 üstəgəl 1. Məxrəcdə burada 2 çıx kök 5. 2'ni kök altında salsam 4. Kök 4'ten kök 5 çıxanda mənfi verir. Mənfi verdiyinə görə onda burada kök 5 çıxılsın 1 yox. 1 çıx kök 5 yazım. Çünki həmin ifadə mənfidir. Tək dərəcədən də mənfi ola bilər.
2'nin kubundan çıxacaq 2 üstə gəl. 2'nin kubundan 2 çıxır. Surətdən isə 1 çıx. Kök altında 5. Məxrəclər eyni olduğuna görə surətləri toplayıram. Burada kök 5'lər əks işarəli olduğuna görə 0. 1'dən 1'i də toplasam 2. 2 ilə 2'nin də nisbəti verir 1. Cavab olacaq burada C variantı. 54-cü sualı da yazaq. Yine eyni sualdır 54. Burada mötərizə üssü 4 olduğuna göre mütləq 3 çıxılsın A. Büyük beraber olmalıdır 0'dan. A'nın da aldığı qiymət 3 ve 3'ten böyükdür. Demək ki köklə kvadrat ixtisar gedir. Burada kiçik beraberdir işaresinin əksine değişir. A'nın aldığı qiymət 3'ten 3'e beraber ve 3'ten küçük olmalıdır. Köklə kvadrat ixtisar gedir. A çıx 4 olsa A'nın yerine 3 ve 3'ten küçük qiymətlər qoysam mənfiyə çevirecektir. Ona göre kök altdan mənfi çıxa bilməz. A çıx 4 yox. Yerine yazıram 4 çıx A. Üstə gəl 3'lər ixtisar gedir. Tek derece olduğuna göre işarəni hesablamaq ehtiyac yoxdur. Üstə gəl burada da 4'lər ixtisar gedir. Qalır 3 çıx A. Mənfi A ilə mənfi A mənfi 2A verir. Müsbət A ilə islah gedir. 4'ten 5 çıxsa mənfi 1 üstə gəl 3 əks işarəli ədədlər olanda da modulu böyük olana modulu kiçik olana çıxıb müsbət böyüyün işarəsini yazırıq. Müsbət 2. Baxaq 55. 55'te de bu ifadə 2 ifadənin kvadratları cəmi olmalıdır. Demək ki kök 15 ilə 2. Kök 15 çıxılsın 2'nin kvadratı olacaq. 19 çıx 4 kök 15. Ədədlərin həndəsi ortasını tapın deyir. Deməli burada köklə kvadrat ixtisar gedir. Qalır kök altında 15 çıx 2. İkinci ifadəyə də baxaq. 19 üstə gəl 4. 19 üstə gəl 4 kök 15'in yerine kök altında 15 üstə gəl 2 yazaq. Bunun kvadratı. Bu ifadenin kvadratını açsaq 19 üstə gəl 4 kök 5'i verecektir. Köklə kvadrat ixtisar gedir. Qalır 15 üstə gəl kök 2. 15 üstə kök 15 üstə gəl 2. Ədədlərin həndəsi ortasını tapmaq üçün ədədləri vurub kök altına salırıq. Ədədlərin sayı isə kökün dərəcəsi olacaq. Burada 2 dənə ədəd olduğuna görə dərəcə olacaq 2. 15 çıx 2 kök altında 15 üstə gəl 2. Müxtəsər vurma düsturunu tətbiq eləsən birinci ifadənin kvadratı yəni kök 15'in kvadratı çıxılsın 2'nin kvadratı. Köklə kvadrat ixtisar gedir. Qalır 15. 2'nin kvadratı 4. 15'ten 4 çıxsam qalır 11. Kök altında 11 olacaq bunun cevabı. Baxaq 56'ya. 56'da 25 üstü 7'ni deməli 1, 2, 3, 4, 5. 5 dəfə toplamaqdansa 5'e vursam yine eyni ifadəni alaram. 5 vurulsun 25 üstü 7. Daha sonra məxrəcdə. Məxrəcdə isə iki ifadənin kubları fərqidir. Burada 3-cü dərəcədən 6'nın kubu çıxılsın 1'in kubu verilib. Bu ifadənin açılışıdır. 3-cü dərəcədən kök əsasları çıxıb 3-cü dərəcədən kök 6 çıx 1. İkinci mötərizədə isə 3-cü dərəcədən kök 6'nın kvadratı yəni 36 üstə gəl. Bu ədədlərin hasili üstə gəl 1'in kvadratı. Demək ki məxrəcdəki ifadənin yerinə 3-cü dərəcədən kök 6'nın kubu çıxılsın 1 yazacağım. 1'in kubu da 1. Burada köklə kub ixtisar gedir. Qalır 6 çıx 1. 6'dan 1 çıxsam 5. Surətdə isə 5-ci dərəcədən 5 vurulsun 25'in yerine 5'in kvadratı yazsam üstü də 7. Məxrəcdə 5 olduğu kimi qalır. 5-ci dərəcədən deməli 2 5'in kvadratı üstü 7 əsaslar eyni olanda qüvvət üstlər vurulur. Qüvvəti yüksəldən zaman 2'ni 7'ye vursam 14. Bu da olacaq 5'ci dərəcədən 5 üstü 15. Adi kəsir şəklində yazaq. Məxrəcdə 5, surətdə 5 üstü
Derece məxrəcə düşür. Ya da burada ixtisar da aparmaq olar. 5 ilə 15 ixtisar gedir, qalır 3. Surət olur 5'in kubu. 5'in kubu ilə məxrəcdəki 5 bir dənə ixtisar gedir, qalır 5'in kvadratı. O da olacaq 25. İndi baxaq 57-ci sualın izahına. 57-ci sualda 125 4-cü dərəcədən kök altındadır. 125'in yerinə yazıram. 125 üstü 4'te 1 vurulsun. İçəridəki 25 isə 12-ci dərəcədən kök altındadır. Çünki həm 4-cü dərəcədən kök altındadır, həm 3-cü dərəcədən kök altındadır. Eyni dərəcəyi salmaq üçün 4'ü 3'e vururam, olur 12'də 1. Bölünsün, bölməni məxrəcdə yazım. Bölməni kəsir xətti ilə ifadə edək. İndi ikinci kök 6'ya baxaq. Burada 25 bir kök altındadır. 25 yəni 6-cı dərəcədən kök altındadır. Yazıram 25 üstü 6'da 1. Vurulsun 5 üstü 5'in kubu da bir kök altındadır. 5 üstü 6'da 3 dərəcə bir dənə 6'dır. Vurulsun digər 5 ise 2 dənə dərəcənin altındadır. Həm 2 həm 6. 6'nı 2'ye vursam 1 dərəcədən salsam olacaq 5 üstü 12'də 1. İndi surətləri sadələşdirək. 125 5'in kubudur. 3'ü də 4'te 1'e vuranda 4'te 3. 25 5'in kvadratıdır. Burada 5'in kvadratı kimi yazsam 2 ilə 12'də 1 ixtisar gedər. Qalar 6'da 1. Yaxud da yazaq elə. Deməli 5'in kvadratı üstü 12'də 1. Qüvvəti yüksəldən zaman qüvvət üstlər vurulur. 2 ilə 12 ixtisar gedir. Qalır məxrəcdə 6. Ona görə bunun yerinə yazaq 6'da 1. Məxrəcdə 25'in yerinə yazaram 5'in kvadratı. Üstü 6'da 1. Qüvvəti yüksəldəndə qüvvət üstlər vurulur. Yəni 2 ilə 6'da 1'e vursam bunlar ixtisar gedir. Qalır 3. Burada da qalacaq 5 üstü 6'da 2 ixtisar da gedir. 3'te 1 vurulsun. 5 üstü burada da 6 ilə 3 ixtisar gedir. Qalır 2'de 1 vurulsun. 5 üstü 12'də 1. Əsaslar eynidirsə vurma olan zaman qüvvət üstlər toplanır. Bölmə olan zaman qüvvət üstlər çıxılır. 5 üstü 4'te 3 ilə 6'da 1'i toplayıram. Çıxıram 3'te 1, çıxıram 2'de 1, çıxıram 12'de 1. Məxrəclər bölmə olduğuna görə məxrəcdəki 5'in üstündəki qüvvət üstlərini çıxıram. İndi eyni məxrəcə gətirək. Hamısında ortaq məxrəc 12'dir. 4'te 3'ü məxrəci 12 olan kəsir şəklində yazsam 3'e vururam 12'də 9. 6'da 1'i 12'ye gətirsəm 2'ye vururam 12'də 2. 3'də 1'i 12'ye gətirsəm 3'ü 4'e vururam 12'də 4. Çıx 2'də 1. Məxrəci 12'ye gətirsəm 6'da vururam 12'də 6. 12'də 1'də olduğu kimi qalır. 5 üstü 12'də surətlər toplayıb çıxa bilərik. 9'dan 2. 11, 11'den 4 çıxıram 7, 7'den 6 çıxanda 1, 12'də 1'dən də 12'də 1 çıxanda 12'də 0. Oldu 5 üstü 0, 5 üstü 0 da 1'e bərabərdir. Ədəd üstü 0, 1'dir. 58-ci tapşırıq eynidir. Baxaq 59-cu tapşırığa. 59'da hamısının dərəcələri eyniləşdirsək, 6-cı dərəcəyə gətirsək, eyni dərəcədən gətirsək, deməli surət 59'dan 6-cı dərəcədəndir. 4 çıxılsın kök altında 15. Birinci kökü dərəcə 2'dir. Deməli 3'e vurmaq lazımdır ki dərəcə olsun 6. 6-cı dərəcədən kök altında 4 çıx 15'in kubu. Vurulsun. İkincini ise 2'ye vurmaq lazımdır ki dərəcə eyni olsun 6'ya gəlsin. 4 üstəgəl kök 15'in kvadratı. Hamısının dərəcəsi 6 olduğuna görə bir kök altında yazmaq olar. 4 çıx kök 15. 4 çıx kök 15'in kubu vur. 4 üstəgəl kök 15'in kvadratı.
4 çıx kök 15 məxrəcə ki, bir dənə 4 çıx kök 15 ixtisar gedir. Məxrəcdə bir dənə 2 dənə qalacaq. 4 çıx kök 15'in kvadratı vur. 4 üstə gəl kök 15'in kvadratı. 4 çıx kök 15, 4 üstə gəl kök 15. Müxtəsər vurma düsturunu tətbiq etsəm. 4'ün kvadratı çıx kök 15'in kvadratı. Üstə 2 də yazaq çünki kvadrat var idi. Surətdə də 1. 4'ün kvadratı 16. Kök 15'in kvadratı köklə kvadrat ixtisara gedir. Qalır 15. 16'dan da 15 çıxanda 1. Bu da olacaq cavab 1. 59'da. Baxaq 60-cı sualımıza. A'nın istənilən qiymətinə doğrudur. Burada 4 cüt qiymət olduğuna görə bu A'nın istənilən qiymətində A'nın istənilən qiymətinin doğru olar yaza bilmərik. Çünki burada 4'lər ixtisar gitsə gərək A modulda qalsın. 0 müsbət sonsuzluq 1'ə C. 0 müsbət sonsuzluqda bunu düz ödəyir. İkincidə 3'dən 3 ixtisar getsə qalır A. A modul. Deməli A'dan deməli tək dərəcə olanda heç bir önəmi yoxdur. A olduğu kimi çıxa bilər. Yəni A'ya mənfi qiymət versək, mənfi 8 versək, bura mənfi 2 olur. Mənfi A desəm, bura müsbət 2'ye çevrilir. Deməli A'nın istənilən qiymətində bu doğru deyil. A'ya müsbət qiymət verəndə də ikinci ifadədə A'ya müsbət qiymət versək 2'nin kubu burada da 2 ama qabaqda mənfi olduğuna görə mənfi 2. Deməli bu təkcə A'ya 0 versək doğru olar 2. Çünki sol tərəf müsbətdir. Yəni 3'dən 3 ixtisara getsə A qalacaq. Burada mənfi A qaldığına görə yalnız A bərabərdir 0 olduqdur ödənilir. Üçüncü halda 6'lar ixtisara gedir. Qalır modulda A bərabərdir mənfi A. A'nın yerinə mənfi qiymətlər qoysaq bərabərsizliyin həlli var. Buna da daxildir deyil. A'nın istənilən qiymətində doğrudur. Belə bir ifadə yoxdur. B'ni yazdıq, C'ni yazdıq, D'ni də yazdıq, Y. Yalnız A bərabərdir mənfi 1 olduqda doğrudur. Mənfi 1 olduqda doğru olan digər qiymətlər də alır. 3'də A, üçüncü ifadə A bərabərdir mənfi 1 olduqda doğrudur. Lakin digər qiymətləri alır. Yalnız deyə bilmərik. Baxaq. 61'ə. 61 yeni eyni tapşırıqdır. 62'yə baxaq. X-la Y-i buradan müqayisə etməliyik. Baxaq hansı böyükdür. A'da 62-ci sualda X bərabərdir. Burada dərəcə 3, burada 2 dərəcəni eyniləşdirək 6'ya gətirək. 6-cı dərəcədən deməli 2'yə vurmalıyıq. 2'nin kvadratı 4. Y bərabərdir. Dərəcəni 6'ya gətirməsi üçün bunu 3'ə vururuq. Y bərabərdir. 6-cı dərəcədən 3'ün də kubu olacaq 27. 2'ni 3'ə vurmuşuqsa burada da 3'ün kubu kimi yazmalıyıq. Burada Y böyükdür. Dərəcələr eyni olduğuna görə kök 6 ifadələri müqayisə edə bilərik. Bu böyükdür. 2'yə aid oldu A. Baxaq o bir ifadə. 3'dən 4'ü ortaq məxrəc və ortaq məxrəc demək. Ortaq dərəcə olacaqdır 12. Deməli bunu 4'ə vurmalıyam. Bunu isə 3'ə. X bərabərdir 12-ci dərəcədən 4'ü 4 dəfə vursam 256. Y bərabərdir 12-ci dərəcədən 3'ü 3 dəfə vursam 27. Deməli 256 daha böyük olduğuna görə 1'ə aiddir B. İkinciyə gətirək. Dərəcəni 4'ə gətiririk. Bunu da 2'yə vururam. Bunu da 2'yə. C'də X bərabərdir 4'cü dərəcədən 25. Y də bərabərdir 4'cü dərəcədən 25. Bunlar bərabərdir bir-birinə. C. D variantında 3'dən 5'ə ortaq dərəcə. Deməli 15'ə gətirə bilərik. Bunu 5'ə vururam. Bunu isə 3'ə.
15 olsun derece. X beraberdir. 15. dereceden 3'ü 5 defa vursam 80. 243 81'i de 3'e vursam 243. Y beraberdir. 15. dereceden 5'in de kubu 125. Deməli burada da x y'den büyüktür. D 1'e de aittir. Sonunda derecəni eyniləşdirək 8'e gətirək 4'e vururam. X beraberdir. 8. dereceden 64 bu da olur. Y beraberdir. 8. dereceden 64. Bunlar da birbirine beraber olur. Y. 63. tapşırıq eynidir. Baxaq 64. tapşırığa. A'nın istənilən qiymətində mənası var. Burada A birincidə deməli A çıx 1. 64. A çıxılsın 1 böyük bərabər olmalıdır. A çıxılsın 1 böyük bərabər olmalıdır 0'dan. A da böyük bərabərdir 1'dən 1 müsbət sonsuzluq 1'ə B. İkincide üstü mənfi olduğuna göre bu mənfini müsbətə çevirsən 1 bölünsündür. Yəni məxrəc 0 ola bilməz. A çıxılsın 1 hem müsbət qiymət alır, hem mənfi qiymət alır, hem böyükdür 0 ola bilər, hem kiçikdir 0 ola bilər. A böyükdür 1. En küçük tam qiyməti 2. Deməli ikincini 1 bölünsün 3. dereceden artıq 1 kimi yazarıq. Birdən başqa bütün qiymətləri alacaqdır burada. Çünkü 1 deyə bilmərik. 1 çıx 1 0 məxrəc 0 ola bilməz. Ədədi 0'a bölə bilmərik. Amma digər bütün qiymətlərdə bərabərsizin həlli vardır. Çünki dərəcəsi A kök 6. Deməli burada A mənfi qiymət, əsas mənfi qiymət almır. Üstü qüvvət olduğuna göre, kəsir qüvvət üstü kəsir ədəd olduğuna göre A çıxılsın 1 həmişə 0'dan böyük olmalıdır. Yəni kiçik qiymətlər almayacaq. A da böyük olacaq 1. 1 müsbət sonsuzluq 2'ye C. Baxaq o birlərə. 3'də A çıxılsın 1 A'yı istənilən qiymət verə bilərik. Çünki mötərizə üstü 2'dir. A. A, B, C ait oldu. D'ye baxaq. A'nın en küçük tam qiyməti 2'dir. A'nın en küçük tam qiyməti 2. Bu C yazdığımıza aittir. D buna da aittir. Bir müsbət sonsuzluqdursa burada en küçük tam qiymət 2'dir. A'nın en küçük tam qiyməti 1'dir. Bu B'ye aittir. Bunu yazdığımız tapşırığa 1'e A'da Y'de aittir. Çünkü bir müsbət sonsuzluqda en küçük aldığı tam qiymət mənfi 1 olur. 65 eyni. Baxaq 66'ya. Burada deməli ədədi üçün uyğun 2 kök altına salsam 4 kök 4'ten kök 5 çıxanda olur mənfi. Yəni kök altına da mənfi çıxa bilməz. Burada köklə kvadrat ixtisar gedir. 1 də çıxacaqdır. A bərabərdir. Kök altında 5 çıxılsın 2. Kök 5'ten təqribən 2 tam onda 3 çıxaraq çıxılsın 2. Deməli təqribən 0 tam onda 3'dür. Deməli bu ədəd C 1'e aittir. 0 ve 1 arasındadır. 1'e C. 2 de tek derece olduğuna göre 3'ler ixtisar gedir. A bərabərdir 2 çıxılsın kök 5. Kök 5'ten de çıxacaq 2 tam onda 2. 2'den 2 tam onda 2 çıxanda mənfi 0 tam onda 8. Mənfi 1 ilə 0 arasındadır. B aittir. 3'de bu 2 idi. Üçüncü kök altında 3 ortak vurğu mötərizə xaricə çıxaran 1 üstə gəl kök 15'dir. Kök 3'e böləndə kök 5. Məxrəcdə qalır kök 6 12. Kök 13 ilə kök 6 12 ixtisara gedir. Qalır burada kök 6 4. 4'ten çıxacaq 2. 1 üstə gəl kök 6 5'ten de 2 tam onda 2 çıxır. Toplasam 3 tam onda 2. Bölünsün 2 təqribən 3 tam onda 2'ni də 2'ye bölsəm 1 tam onda 6.
A'nın tam hissəsi, deməli A'nın tam hissəsi 1'dir, doğrudur. 3'ə D. B, C, D. A qaldı. A'nın aldığı qiymət 1 və 2 arasındadır. Bu aiddir. 1 ilə 2 arasında 3'ə. A, B, C'dir. Bir də Y qaldı. A'nın tam hissəsi -1. Tam hissə -1 olan var idi. Deməli B variantında. B'də 2'dən bəri -0,8. -0,8'in tam hissəsi -1'dir. Bura daxildir. Y. Deməli 2'yə Y'də aid. 67-ci tapşırıq eynidir. Baxaq 68-ci tapşırığa. A sıfırdan kiçikdir, yəni mənfidir. B müsbətdir. A mənfi qiymətdirsə, burada 4'lər ixtisar gedir. Deməli birinci mənfidən müsbət çıxanda mənfi olacaq. Ona görə 5 çıx A yazırıq. Üstəgəl B müsbət ədəddir. 8B kubundan kök çıxacaq. 2B üstəgəl A mənfi olduğuna görə 6'lar ixtisar gedir. Mənfi A çıxacaq burada kökdən. Mənfi A. Bərabərdir hesablayaq. B ilə 2B toplananda 3B, mənfi A ilə mənfi A, mənfi 2A. 3B çıx 2A, 1'ə D. Bunu silim, indi baxaq ikinciyə. A mənfi olduğuna görə, burada tək dərəcədə olduğuna görə heç bir önəmi yoxdur. A çıx B-ni olduğu kimi çıxaraq. 4'dən 4'ə ixtisar aparaq. 16'dan da 4'cü dərəcədən çıxacaq 2. Həm də B müsbət ədəd olduğuna görə, yəni bunu olduğu kimi çıxara bilərik 2B. Üstəgəl A mənfi olduğuna görə 5'lər ixtisar gedir. Həm tək dərəcədir. Burada da heç bir önəmi yoxdur. Üstəgəl A olduğu kimi çıxacaq. A ilə A 2A, mənfi B üstəgəl B də verir B. 2A üstəgəl B, 2'yə A variantı. Tək dərəcə olanda olduğu kimi çıxara bilərsiniz. Cüt dərəcə olanda mütləq qabağına mənfi yazmaq lazımdır. B çıx A, B böyük, A kiçik. Böyük çıx kiçik müsbət. Deməli 6'lar ixtisar gedir. Qalır B çıx A. Üstəgəl tək dərəcədir, heç bir önəmi yoxdur. 2A çıxacaq. 32'dən 2A üstü 5'dən də A. Üstəgəl 4B kvadratından da 2B çıxır. Çünki B sıfırdan böyükdür, müsbətdirsə olduğu kimi çıxara bilərsiniz. 2B ilə B'nin cəmi 3B, mənfi A üstəgəl 2A da verir, müsbət A'nı. 3'ə də aid. 49-cu sualın izahına baxaq. 3 üstü surətləri burada 2'də 1'dir. Qüvvət üstü 6'da 1'dir. Eyniləşdirək qüvvət üstlərini. 3 üstü 2'də 1'i məxrəci 6 olan kəsir şəklində yazıram. 6'da 3 üstəgəl 3 üstü 6'da 1. Məxrəci olduğu kimi saxlayıram. 3 üstü 3'də 1 üstəgəl 1 çıxılsın 1. İkinci ifadədə olduğu kimi saxlayıram. 3 üstü 6'da 1 üstəgəl 1 çıxılsın 3 üstü. Hələ ki 3'də 1 kimi saxlayaq. Lazım olsa sonra məxrəci eyniləşdirərək 6'ya gətirmək olar. Birincidə surətdən 3 üstü 6'da 1'i çıxarsam mötərizə xaricinə. 3 üstü qalacaq burada 6'da 2. Çünki əsaslar eynidirsə 3 üstü 6'da 1, 3 üstü 6'da 2'yə vursam qüvvət üstləri toplanmalıdır. 6'da 1 ilə 6'da 2'nin cəmi ilə 6'da 3'ü verəcəkdir. Üstəgəl 3 üstü 6'da 1'dən də 3 üstü 6'da 1 çıxanda qalır 1. Məxrəcdə oldu 3 üstü 3'də 1 üstəgəl 1 çıxılsın 1. Burada 6 ilə 2 ixtisar gedir 1 qalır 3. Yəni 3 üstü 3'də 1 ilə 3 üstü 3'də 1 alınır. Eyni ifadələrdir. Bunlar ixtisar gedir 1 qalır. Burada qaldı 3 üstü 6'da 1 üstəgəl 1 çıxılsın 3 üstü 3'də 1. Mötərizə daxilində qaldı. Deməli 3 üstü 6'da 1 çıx 1 3 üstü 6'da 1 üstəgəl 1 çıx 3 üstü. Bunu da məxrəci 6'ya gətirək. 2'yə vuraq olsun 6'da 2. 3 üstü 6'da 1 çıx 1 3 üstü 6'da 1 üstəgəl 1. Müxtəsər vurma düsturunu tətbiq etsəm birinci ifadənin kvadratı olacaq. Yəni 6'da 1'in üstü 2'də kvadrat yazaq çıxılsın 1'in kvadratı. Çıx 3 üstü 6'da 2. Qüvvəti yüksəlsəm qüvvət üstə vurulmalıdır. 3 üstü 6'da 1'i 2'yə vursam 6'da 2.
Çıxılsın 1'in kvadratı 1, çıxılsın 3 üstü 6'da 2. 3 üstü 6'da 2 əks işarəli ədədlərdə 0 verir. Cavab qalır -1. C variantı. Baxaq 50-ci sualın izahına. Kök altı ifadələrdir, həmişə müsbətdir, dərəcələr də cütdür. 0 və 0-dan böyük olmalıdır. Bunların cəminin 0 olması üçün hamısı 0 olmalıdır. 3 dənə 0'ın cəmi də verəcək 0. Kök daxili ifadələri 0'a çevirək. Burada 50. 3z çıxılsın 9 bərabərdir 0. 3z bərabərdir 9. Z də bərabərdir 9'u 3'ə bölsəm 3. İkinci ifadədə yeni 2x üstə gəl 3 vur. Z'in qiymətini də yerinə yazıram. Çıxılsın 11. Bərabərdir 0. 2x 3'dən 3 9. 9'dan 11 çıxsam -2 sağ tərəfə də gəlsə müsbət 2. X bərabərdir 2'ni 2'yə böləndə 1. Digər ifadəni də yazın. 5y çıx 7z üstə gəl x bərabərdir 0. 5y çıxılsın 7'ni vur. Z'in yerinə 3 qoysam 7'yi vur 3 21 üstə gəl x'in qiymətini də yazıram. 5y -21 ilə 1'in cəmi -20 sağ tərəfə gəlsə müsbət 20. 20'ni də 5'ə böləndə y də olur 4. Bunların cəmini soruşur. 3 üstə gəl 1 üstə gəl 4. Olacaq 8. Doğru cavab D variantı. A'nın hansı ən kiçik natural qiymətində ifadənin mənası var? Deməli, üstü -6'da 1 olduğuna görə həmin ifadəni 1'ə bölməliyik. A kvadratı çıx 7A çıx 8. Vuruqlara ayırıqsa cəm -7, hasili -8 olan ədədlər 1 ilə -8'dir. Yəni A çıxılsın 1, 1 ilə -8. A üstə gəl 1, A çıx 8. Müsbət 1 olduğuna görə A üstə gəl 1. Üstü 6'da 1'dir. Dərəcəndə üstü 6'da 1, yəni 6-cı dərəcə deməkdir. Hansı ən kiçik qiymət, natural qiymətində ifadənin mənası var? Deməli, cüt dərəcədir. Kök 6 müsbət və 0'dan böyük olmalıdır. 0'da ola bilməz, çünki məxrəcdədir verilmiş ifadə. 0'a çevirən qiymətləri almayacaqdır. Verilmiş bərabərsizliyin sıfırlarını tapaq. -1 ilə 8. İntervallara bölsək, bizə də müsbət aralıq lazımdır. Sıfırlarını da almayacaq. Müsbət, müsbət. Lazım olan aralıqlar sonsuzluq, -1, bir də 8, müsbət sonsuzluqda. Ən kiçik natural qiymət isə 8'i almayacaq. Çünki 8 qoyanda kök 6 ifadəni 0'a çevirəcəkdir. Kök 6 ifadə 0 ola bilər. Amma burada məxrəcdə olduğuna görə kök 6 ifadə 0 qiymətini almayacaq. Çünki 1 bölünsün 0, 0'a bölməyin mənası yoxdur. Ona görə 8 müsbət sonsuzluqda da natural qiymətlər. Bu sonsuzluqda natural qiymət yoxdur. 8 müsbət sonsuzluğa baxırıq. 8 müsbət sonsuzluqda da aldığı ən kiçik natural qiymət 9'dur. Burada cavab olacaq 9. 52 eyni tapşırıqdır. Baxaq 53'ə. İfadəsini sadələşdirin. Burada köklə kvadrat ixtisar edir. Qalır A çıx 3. A çıx 3'ü moduldayacaq. Çünki müsbət qiymət çıxmalı. Tək dərəcə olduğuna görə ixtisar aparıq. Olduğu kimi çıxartırıq. Çünki tək dərəcədən mənfi çıxa bilər. Üstə gəl. Burada köklə kvadrat ixtisar edir. Qalır 2 çıx A. 2 çıx A mötərizə daxilində olmadığına görə A'nın qiymətini burada təyin edə bilərik. Deməli 2 çıx A. A'nın aldığı qiymətlər 2 və 2'dən kiçik olmalıdır ki 2 və 2'dən kiçik olmalıdır ki burada A'ya 3, 4, 5 versək 2 çıx 3 mənfi qiymət verir. Həm də mötərizə daxilində deyil. Kvadrat deməli 2 çıx A'nın kökün xaricindədir kvadrat. Yəni 2 çıx A həmişə müsbət qiymət almalıdır. Ona görə A'nın aldığı qiymət 2'dən kiçik bərabərdir. 2 çıx
2a çıx 1 olduğu kimi qalır. Üstə gəl. Digəri isə köklə kvadrat ixtisara gedir. Qalır 2 çıx a. Burada a'nın aldığı qiymət mənfi olduğuna görə a 2-dən kiçik bərabər olduğuna görə deməli a çıx 3 mənfi qiymət olacaqdır. A çıx 3 də mənfi olmasın deyə tərsini yazırıq. 3 çıxılsın a, əksinə yazacağıq. 3 çıx a. Üstə gəl 2a çıxılsın 1. Üstə gəl 2a çıx a. Mənfi a ilə 2a toplananda a ilə də a çıxanda 0. Burada a'lar gedir. 3'ten 1 çıxsan 2, 2 ilə 2'nin cəmi olacaq 4. Sonuncu 70-ci sualın izahına da baxaq. A variantında 3 ilə 4'ə ortaq dərəcə bunu 12'yə gətirə bilərik. Birinci ifadəni 4'ə vuraram, ikinci ifadəni 3'ə. 3 vur 4, 12. 12. dərəcədən a üstü 4 böyükdür. 12. dərəcədən a üstü 3. Dərəcələr eynidirsə, kök altı ifadə büyük olan daha büyük sayılır. Bu olacak 2. 55 üstü 4 daha büyüktür. A üstü 3'ten 2'ye a. Bir a eşittir 1'e. Çünkü burada 55 yazsak 55'in kubu 55 üstü 4'ten büyük olabilmez. Bu yanlıştır. 2'de b. A ve b'nin a'nın aldığı qiymət 0 ile 1 arasındadırsa kəsr ədədlər daha büyük olur. A bərabərdir 0 şərtində y variantı ödəmir. Çünki bu a üstü mənfi 5'te 1 bölünsün. A üstü 5. dərəcədən a deməkdir. Kök altı ifadədə mənası deməli 0 olsa mənası yoxdur. Deməli kök altında mənası olmaması üçün 0'dan müsbət və böyüklər yazılmalıdır. Burada a üstü mənfi 5'te 1'də mənası olmayan y variantıdır. Deməli b'ni yazdıq, a'nı yazdıq, y'ni yazdıq, c ilə d qaldım. C'də 6. dərəcədən a üstü 6'da 1 a üstü 6'da 1 6. dərəcədəndir. Eyniləşdirsək 42'ye gətirsəm 42 üstü 42. dərəcədən a üstü 7. İkincisinin 7 a üstü 1 heç nə. Dərəcəni 42'ye gətirsəm 6'ya vururam a üstü 6. Deməli birinci ədəd oldu 42. dərəcədən a üstü 7. İkinci ədəd də oldu 42. dərəcədən a üstü 6. A üstü 7'ni daha büyük götürüblər. Dərəcələr eynidirsə, ədəd də eynidirsə, qüvvət üstü böyük olan daha böyük olar. 55 üstü 7, 55 üstü 6. Qüvvət üstünün dərəcəsi hansı böyükdürsə o daha böyük sayılır. Burada natural qiymət olsa a daha böyük olacaqdır. 2'ye c'de aittir. A üstü 6'da 1 sıfırdan kiçikdir. A'nın yerine hansı qiymətlə qoysaq, yəni 4 dərəcə olduğuna görə mənfi verə bilməz. Bu da yanlışdır. Testlərin sonuna gəldik. Sağ olun. Gələn videoda görüşənədək.